Nizami Gəncəvinin İskəndərnamə poeması ilə bağlı fikirlərdən biri yanlışdır. İskəndərin zəncilər üzərindəki qələbəsi İran hökmdarı Daranın təşvişinə səbəb olur. Doğrudur. Nəticədə Dara ilə İskəndər arasında döyüş olur. İskəndərə məsləhət görürlər ki, Daranın üzərinə birinci hücum etməsin. Bəli. Çünki Dara kin adamıdır. İskəndər din adamıdır. İskəndər Daranın sərdarlarına inanmasa da onlarla əhd peyman bağlayır. Doğrudur. Birinci əhd peyman bağlayırdı, bəli. İskəndər Bərdiyə çatan kimi Nüşabə ilə görüşmək istədiyini dilə gətirir. Xeyr. Hələ birinci Bərdiyə çatır, çadırlar qurur, sonra Nüşabə ona yeməklər göndərir. Daha sonra elçi adı ilə Nüşabənin sarayına yola düşür. Elə yanlış cavabımız